deməli, nəyi müzakirə edəcək? Facts and Figures dərsliyinin The Kiwi mətni haqqında danışacaq. Daha doğrusu evə tapşırıq vermişdik sizə. Düzdür? Sizdə bu dəfə 2 tapşırıq idi də, səhv eləmirəmsə, hə? 2 mətn seçmişdim. İcra eləmişsiniz tapşırıqları. Ay uşaqlar. Kim yazıb, kim yazmayıb, kimdə çətinlik olub, bir məlumat verin görün mənə. Baxaq. Deməli, kivilər haqqında oxuduq. Sadəcə Yeni Zelandiyada yaşayırlar. Qəribə bir quş növüdürlər. Lakin uça bilmirlər. Sonra cücə ilə eyni ölçüdədirlər. Nə qanatları, nə də quyruqları yox idi. Deməli, lələyə bənzər tükləri yox idi digər quşlar kimi. Onların bədəndə olan sadəcə tük oxşuyur. Lələk deyil də yəni. Quş tükündən oxşamır. Sonra hər ayağında 4 barmaq var idi, güclü dümdüyü var idi və sevirlər ki, ətraflarında xeyli ağac olsun onların əhatəsində. Gündüzlər yatırlar, səbəb isə ondan ibarət ki, günəş işığı onların gözünə zərərli idi. Sonra qoxu bilmə qabiliyyətləri çox yüksək səviyyədə idi. Digər quşlardan daha yaxşı qoxu bilmə qabiliyyətləri var hətta. Və özləri kiçik olmasına baxmayaraq yumurtaları çox böyükdür. Və Yeni Zelandiyada hal-hazırda bir neçə növü mümkündür. Only a few, yəni yoxa bərabər dərəcəsində. Və insanlar onları tez-tez görə bilmir. Hökumət də deyir ki, kiviləri öldürmək qadağandır. Yeni Zelandiyada yaşayanlar istəyir ki, kivilər yaşasın. Və simvolik olaraq Yeni Zelandiyanın pul əskinazının üzərində kivinin öz şəkli əks olunub və Yeni Zelandiyanın olan şəxslərə adətən kivilər adı verilir. Getdik tapşırıqlara. Burada nə yazmışsınız? Hocam mən burada yazı yaza bilirəm. Yazı yaza bilsəm əla olur. Hə, bir mənə kömək eləyin görək. Yaşıyormuşuz. Deyəsən yazı yaza bilirəm. A vocabulary. Ay, yox. Put the right word in each. Ha, bu səsli oxumadı bir işləyim. Ev yox. Buradan yazaq. Yaxşı, onu da belə eləyim də. Hansı düz olsa qarşısına rəqəmini yazaram. Səssiz mənə yaxşı gəlmir. Birə nə yazmısınız? It sleeps. Hə, cavab nə götürmüsünüz deyin görüm. It sleeps during. Burada bir yazaq. The day because the sunlight hurts. I saw. During sonra hurts. 2 də. It's a very small. Deməli 2 də verəcək strange. Sonra nə yazıb? Because it cannot fly. Bəli, bu da 2. 2'ye həm strange, həm fly. Sonra 3'də nə deyək? Kim deyirdi ki, kiviləri öldürmək olmaz? Hökumət deyirdi, bəli. The government. 3. Cannot kill. Cannot kill. Əla. Aha, 4'də nə deyək? Smell. It can smell things. Bəli, hani smell?
Smell-ı buraya yazaq. 4. Bəli, düzdür. Smell. 5-də it has no Wings. Tail. wings Tail. or tail. Tail. Bəli. Deməli wings or tail. Sonra 6-da the kiwi leaves. Only. Only. Bəli, bəli. Only hanı? Indonesia. 6-ya only gedəcək. 7-ni deyin quzular. Size. It doesn't have. Digər quşlardan fərqli olaraq bunun nəyi yox idi? Lələyi yox idi də, quş tükünə oxşar tükü yox idi. Feathers. Buna gələn feathers yazaq. Sonra 8. Hansı hissədə onda uzun olan? Dimdik də, big. Dimdiyi çox uzun idi. 8. Bir dənə yerdə qalır 9. The kiwi is the same size as a chicken. Bu da olacaq 9. Əla. İndi gəlin yeni kontekstdə bunları araşdıraq görək. Burada bizdən nə istəyir? Cats and dogs. İtlər və pişiklər quşları Kill. kill olar da Hunt var. öldürür. Hunt var. Hunt. Hunt. Hurts incidir deməkdir. İncidi gəlmir. Mən hunt deyirəm, ovlamadım. Sən huntla qarışdırmısan, başa düşdüm. Burada gələn kills verək. Kill. Öldürürlər. İtlə pişiklər quşları öldürür. 2-də a blue bird has blue. Mavi quşda nə var? Mavi rəngdə. Mavi. Tüklər olar da, lələyi. 2. Well, Feathers. 3. Some students have a scholarship from their. Tələbələr dövlətdən təqaüd alır da, düzdür? Government. 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 4-də an airplane Fly. can fly because it has Wings. wings. Əla, deməli, təyyarə uça bilir ona görə ki, onun qanatları var. Əla. 5-də nə düşünürsünüz? What are you Smells. cooking? It smells good olar da, hə? Deyir, nə Bəli. bişirirsən? Yaxşı deyir, qoxu gəlir. 5. 5 oldu da bu, hə? Hə. Hı. Sonra balalar, 6-da Heart. hurt. Bu hurtdur. Heart deyəndə ürək mənasında gəlir. Bu heart da olacaq. It hurts. Daha doğrusu hurts. Mən qarışdırdım. Deməli, bu olacaq 6 hurts. It hurts. My leg hurts. I can't walk on it. Ayağım düymenincidir. Onun üzərində gəzə bilmirəm. 7-də most cats have a long. Tail. Quyruğu uzun da bunların, hə? Quyruqları uzun olur pişiklərin. 8-də a person has a mouse, a bird has a. Deyir, insanda ağız var, quşda isə dimdik. Eləmi? Big. Bəli, big olacaq 8. Davam eləyək. Some students are very. They want to learn English, but they don't come to class. Deyir, bəzi tələbələr qəribədirlər. Ona görə ki, onlar ingilis dili öyrənmək istəyir, amma dərsə gəlmirlər. Strange verək də bura. Mhm. 10. I cannot buy this shirt. Mən deyir bu köynəyi almaq istəmirəm. I have. Mənim Only. sadəcə 3 dollarım var. Bu 10. Bir dənə qaldı nə? Burada biri artıq idi. Ola bilər ki, artıq qalıb. Bir dəqiqə. Qoy axırda sayacam, görüm bir dənəsi deyəsən artıq qalır həmişə. Hə, sizin deyir ayaqqabı ölçünüz hansıdır?
Size. Bəli, size. Bu da olacaq 11. During sözünü biz yazmadıq. Çünki during sözü heç yerə aid deyildi. Bu da belə. Belə yazmışdınız sizdə. Bəli. Ümumiyyətlə çətinlik nədə çəkdiniz burada icra eləyəndə tapşırıqları? Birinci dəfə idi, bilmirəm necə işləmisiniz. Çox vaxtınız getdi, yoxsa tapmaqda asanlıq var idi, çətinlik var idi? Mənim yarısında asanlıq, yarısında çətinlik. Biraz araşdırma tələb eləyən yerlərdə bəlkə əziyyət çəkəsiniz, o da hələ ki vərdiş eləməmisiniz. İnşallah öyrəşdikcə yaxşı olacaq. Hə. Birinci sualın cavabını nə yazmısınız? Qoy görüm, bunu mən copy paste eləyə bilirəm. Bir saniyə. Computer which deyəsən alındı. Deyəcəm. No way. Həsən belə düşməli deyil, da maybe yox, düzəldəcəm indi. Aha. Ekran görürsünüz. Bəli. Ben tez bunu şriftini düzəldək, biraz böyüsün. Gəlin birinci suala cavab verək. Bir də nə yazmısınız? Deyir, kivilər harda yaşayır? Yeni Zelandiyada. In New Zealand. Sonra ikinci sualda nə deyir? Deyir, kivilər nədir? Quş idi. Olacaq nə? Quş nədir? A bird. Üçdə how big is a kiwi? Böyüklüyü necədir bunların? The same size as a chicken. Düzdür? Cücə ilə eyni bu razmerlər. Boyları eyni idi. 4-də nə deyir? Does a kiwi have feathers? Quş lələyi var idi bunlarda? Yox idi. Ona görə no. 5-də does it have a tail and wings? Var idi. Quyruq və lələklər, qanatları var idi onun. Nə yazmısınız? Xeyr. Burada sadəcə no deyin, keçəkdə. Ne fikirləşirsiniz? Sonra deyir ki, cəmi neçə barmağı var idi onun? Hər ayağında 4 barmağı var. Bunun da cəmi 2 ayağı var. Deməli 4 vur 2 eləcək 8. 8 belə də yaza bilərsiniz. Bir dəqiqə. Belə də yaza bilərsiniz. When does a kiwi is sleep? Haça yatır bunlar? Gündüzlər yatırlar, düzdür? Deyəcək in the daytime. Sonra onlar deyir, digər quşlardan daha yaxşı qoxu bilir. Düzmü deyir? Ya yes ya da no cavab verəcək. Yes or no? Hansı?
Hell yeah. Yes. Daha yaxşı qoxu bilirlər. Sonra, why don't people kill kiwis? Nəyə görə kivilər öldürmürlər? Hökumət icazə vermir. Bəli. The government. The government says that. Məsələn, said it. Dedi. Sonra, why does New Zealand have a picture of a kiwis on its money? Nəyə görə? Niyə kivilərin şəkli sizcə Yeni Zelandiyanın pul vahidinin üzərində əks olunub? Əskinazın daha doğrusu. Çünki sadəcə Yeni Zelandiyada bu heyvan quşlar. Onu da yaza bilərsiniz və yaxud da ki Ölkənin simvoludur. elə mən onu deyəcəkdim. It's a symbol of the country. Bu da bizim suallarımızın cevabı. PDF-i göndereceğim dersten sonra bakarsınız. Düzəlişə ihtiyac olan hissələr olsa dəyişə bilərsiniz. Kitab ümumiyyətlə darıxdırıcı gəlmir sizə? Xeyr, mənimə maraqlıdır. Həm dünya görüşünüzə kömək eləyəcək inkişaf eləməyə, həm də ki, elə mənbələr var ki, sırf burada məlumatınız olduğuna görə cavablaya biləcəyiniz mövzular var. Bəyəndiyim kitablardandır. Yaxşı, bu bizim deməli deməli, kitabımızın da adı oldu Facts and Figures. If məndən küsüb deyəsən. Aha. Tapşırıq neçə idi bu? Bir saniye. Exercise C. Okay, getdik belə. Yaxşı quzular, davam eləyək digər hissə ilə. Keçdik bir yana. True, false işləyəcək burada. Yəqin ki, bunu buyuna yaza biləcəm. Ümid edirəm ki, düzələcək. Okay, getdik. Burada nə deyir? Kiwis lives in Australia and New Zealand. Avstraliyanın adını çəkmişdik. Var idi Avstraliya. Hey.
Avstraliya olmadığına görə bir dənə bura yazacağım. F. Yəni false. A kiwi has a tail but no wings. Bunun nə quyruğu yox idi, nə qanadları yox idi. Bu quyruq hardan çıxdı? Bu da səhvdir. Ona görə nə olacaq? F. Sonra, a kiwi has a big beak. Düz deyir. Demliyi var idi. Olacaq true. The first one, dördüncü. It sleeps during the day because the sunlight hurts its eyes. Deyir o Doğrudur. gün ərzində yatırdı, günəş işığı onun gözünü zədələyirdi. Bəli. Ulduzlu sualda asterisk var burada. You can see a kiwi in some zoos in New Zealand. Zooparkda tapmaq olurdu ki bunları. Əslində az saydadır. Bəlkə nümunə üçün göstərələr. True verək də az saydadır. Axı zooparkda da nadir görünən heyvanlardan nümayiş üçün istifadə edirlər. Sonra 6-cıda The New Zealand government doesn't want all the kiwis to die. Deyir ki, istəmirlər ki, bütün kivilər ölsün. Ona görə qadağan eləmişdilər də, bəli, doğru məlumatdır. A kiwi is like most other birds. Kivilər deyir, digər quşlara bənzəyir. Bənzəmir axı. Ona görə bir dənə false yazacağıq. Məsələ bitəcək. F-dən necə ürəklə seçdimsə, faciə yoxşadır. Hə, düzəldi. Yaxşı, main idea olaraq hansını düşünmüsünüz? Circle the number of the main idea of the text. Mən biri seçmişəm. Bəs digərləri, siz nəyə fikirləşirsiniz? Hər kəs öz versiyasını desin də. Nisan ki durmusunuz? Ya seçməyiblər, ya da seçib inanmırlar özlərinə. Yaxşı, baxaq. Bir də deyir ki, the kiwi is a strange New Zealand bird. Kiwi Yeni Zelandiyadan olan qəribə bir quşdur. Ümumi mətn onun haqqında gedə bilər. Əslində ağlabatan variantı bu. The kiwi sleeps during the day and has no tail or wings. Elə bütün mətn bunun qanadının, quyruğunun olmaması gün ərzində yatmağından getmədi ki. Sonra, New Zealanders like kiwis. Yeni Zelandiya vətəndaşları kiviləri sevir. Axı onun quruluşu haqqında, təhlükə altında olması, dövlətin onun haqqında verdiyi qərarlar, bunlar hamısı orada işıqlandırılmışdı. Ona görə bəli, cavab 1 olacaq. 1 doğrudur. Bunu dayandırım.